Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə X hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 7-ci hərfi X hərfidir. Bu hərf boğazın əvvəlindən, yəni boğazın ağza ən yaxın olan yerindən çıxarılaraq tələffüz edilir. Azərbaycan dilində olan X səsinin tamamilə oxşarı və qalın formasıdır. Səslənməsini nəzərə salaq. X, X. Ekranda bu hərfin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış forması əks olunub. Bu hərfin strukturu bundan öncə keçdiyimiz cim və hə hərflərinin strukturu kimidir. Belə ki, digər hərflərdən fərqli olaraq nöqtə işarəsi hərfin üstündədir. İndi isə praktiki yazışına nəzər salaq. İlk öncə müstəqil yazışını yazmağa çalışaq. Deməli, soldan sağa doğru xətt çəkirik və yarım dairə formasında vururuq və nöqtəni də bu hərfin üstündə qoyuruq. Cim hərfində isə daxildə, yəni içəridə qoyurduq. Hə hərfində isə ümumiyyətlə nöqtə işarəsi yox idi. Yenidən yazaq. Kəlmənin əvvəlində olan yazış formasını yazmağa çalışaq. Nöqtə üzərində qoyulur. Kəlmənin ortasında isə cim və hə hərfləri kimi iki cür yazışı mövcuddur. İlk öncə kəlmənin əvvəlində olan formasını yazaq və özündən əvvəl bitişməsi üçün, yəni başqa hərfə çıxıntı qoyuruq. Və çıxıntı qoyuruq. İkinci yazış forması isə bu formadadır. Nöqtə üzərində qoyulur və özündən əvvəlki hərfə bu hissədən qoşulur. Özdən sonra isə təbii ki, sol tərəfdən yenə yazmağa çalışaq. Yəni gördüyünüz kimi ərəb dili asandır. Yəni hərflərin normalda 28 hərf varsa, yəni burada hərflər normalda 16 strukturdadır. Digərləri bir-birindən nöqtələrin yerinə görə və ya sayına görə fərqlənir. Kəlmənin sonunda yazış forması isə müstəqil formasını yazıb çıxıntı qoymaqla, sağdan çıxıntı qoymaqla yazmaq olar. Təbii ki, üzərində nöqtəni qoymaqla da. Belə siz də bu hərfin müxtəlif yazış formalarını ən azı bir sətir yazıb praktika edin. Bu qədər. Esselamu Aleyküm.